Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Bu videomuzda 6-cı sinif Yeni Azərbaycan dili dərsliyi 2-ci hissə, səhifə 12-də yerləşən dinləmə mətni, yəni buta mətninin izahlarını paylaşacağam. İzaha keçmədən öncə kanala abunə olaraq paylaşılan bu izahlardan faydalana bilərsiniz. Bu videonun davamınca bu sualların iş dəftərinə aid olan tapşırıqlarının, testlərinin də izahlarını paylaşacağam. Kanala abunə olub videolarımızı bəyənib paylaşmağı unutmayın. Gəlin keçək sualların izahına. Buta. Azərbaycan incəsənətində, xüsusilə xalçaçılıqda ən çox istifadə edilən naxışlardan biri də butadır. Bu ornamentin mənşəyi və simvolik mənaları ilə bağlı müxtəlif fikirlər mövcuddur. Butanın formasına görə çox zaman 9 rəqəminə bənzədirlər. Geniş yayılmış fikrə görə 9 qədimdə müqəddəs rəqəm kimi qəbul olunurdu. Buna görə də butanın 9-a işarə etdiyi bildirilir. Lakin nəzərə almaq lazımdır ki, ərəb rəqəmləri təxminən 1500 il əvvəl Hindistanda meydana gəlmişdi. O zaman rəqəmlərin, eləcə də 9 rəqəminin forması indikindən çox fərqlənirdi. Butanın yaranma tarixi isə daha qədim dövrə gedib çıxır. Buta alov dilinə də bənzəyir. Ona görə də bu naxışı zərdüştülük, yəni atəşpərəstliklə bağlayanlar da var. Başqa bir fikrə görə butanın mənşəyi qədim İnyan işarəsi ilə bağlıdır. Bu işarə bir-biri ilə çal-çarpaz birləşmiş iki buta rəsmini xatırladır. Onlardan biri ağ, digəri isə qara rəngdədir. Ağ rəng xeyrin, qara rəng isə şərin rəmzidir. Qədim şərq fəlsəfəsinə görə İnyan dünyanın yaradılışının, xeyirlə şərin əbədi mübarizəsinin simvoludur. Qədim şərq və türk düşüncəsində buta nəslin davamının, ailə bağlılığının simvoludur. Küsülü buta, evli buta, ailəli buta, sevgili buta, bala buta, ana bala buta və sair növlərdən hər biri sanki ailə münasibətlərindən söz açır. Bu naxışlarda buta bir növ şəxsləndirilir. Bu naxışlar bizə ailə bağlarının önəmindən, ailə dəyərlərindən xəbər verir. Beləliklə, bizim üçün buta sadəcə bir naxış deyil, həm də həyatın, adət-ənənələrin simvoludur. Azərbaycanda butaya tamamilə fərqli incəsənət və məişət nümunələrində, xalçalarda, geyimlərdə, qab-qacaqda rast gəlmək olar. Hətta Qız qalasına yuxarıdan baxsaq, onun butaya bənzədiyini görərik. Azərbaycan aviaşirkətlərindən biri olan butanın emblemi isə həm də alov dillərinə bənzəyir. Buta naxışına başqa xalqların da mədəniyyətində rast gəlmək olar. Hər bir xalq onu müxtəlif cür mənalandırır, fərqli qəbul edir. Deməli, simvolun verdiyi mənaları düzgün anlamaq üçün həm də mədəniyyətləri nəzərə almalıyıq. Mətni dinlədik. Kim istəsə, mətnin yazılı formasını bu videonun açıqlama hissəsində bir yerdə qeyd edəcəm, ya da rəylərdə. İlk rəyi ilə videonun, yəni dinləmə mətninin tam formasını yazıb paylaşacağım. İstəyənlər oradan götürə bilər. Deməli, baxaq 1B tapşırığına. Dinlədiyiniz mətndə butanın rəmzi mənası ilə bağlı hansı mülahizələr səsləndi? Tapşırığa cavab yazırıq ki, alov diliminə bənzədiyinə görə atəşpərəstliklə əlaqələndirilir. Bu birinci rəmzi mənası. 2. İnyan işarəsi ilə əlaqələndirilir. Burada bir-birinə çarpaz olan iki butadan biri ağ, xeyri, digəri qara, şər kimi göstərilir. 3. Qədim şərq düşüncəsində buta ailə bağlılığının simvoludur. 3 formada biz cavabımızı yaza bilərik. C bənin tapşırığı. Aşağıdakı cümlələri oxuyun. Sizcə bu fikirlər hansı buta rəsminə aiddir? Deməli, bu buta naxışı sanki iki insan arasındakı münasibətlərdən bəhs edir. Onlar bir-biri ilə küsülü olsalar da, daxilən çox bağlıdırlar, daxilən bağlı və daim bir-birinə meyl edirlər. Daxilən bağlı olmaq hansının tərkibində var daxilən bağlı? Fikir verin,
Bu iki butan birinin ağzı bu tərəfə əyilib, birinin ağzı bu tərəfə əyilib. Yəni bir-birindən sanki küsüb. Amma ortadakı yaşıl var. Baxın, daxilən bir-birinə bağlıdırlar. Bir tərəfində digər qırmızı, o bir tərəfdə qırmızı və yaşılla daxildən bir-birinə bağlanıblar. Ona görə elə bu şəkli doğru cavab götürmək olar. Sağdan 1, 2, 3-cü şəkil. Soldan 4, sağdan 3-cü şəkil doğru cavabımız olar. C tapşırığına baxırıq. Verilmiş fikirlər hansı mətnə aiddir? Danışan ilmələr yoxsa buta? Deməli, yalnız mülahizələrdən ibarətdir. Burada mülahizə buta tapşırığına aiddir. Müəllifin məqsədi mövcud fikirləri şərh etməkdir. Fikri şərh eləyir butada. Müəllifin məqsədi oxucunu inandırmaqdır. Baxın, artıq inandırmaq bu birbaşa olaraq danışan ilmələrədir. Çünki argumentativdir, argument gətirir. Verilmiş fikirlər argument və faktlara əsaslanır. Bəli, danışan ilmələr argumentativ mətindir və burada argumentlər gətirilir. Mətn müəllifin problemlərlə bağlı qəti fikri var. Bəli, argumenti var. Yəni bu da danışan ilmələrə aiddir. Çünki danışan ilmələr argumentativ mətindir. Butada isə sadəcə fikirlər var. Təsvir var. Ona görə ilk iki fikir butaya, 3, 4, 5 isə danışan ilmələr mətninə aid olacaq. Yazı tapşırığı gəlir növbəti sualımızda. D bəndi. Pazırıq xalçasını təsvir edən mətn yazın. Xalçanın ölçüsü, ilmələrin sıxlığı, daha çox istifadə olunan rənglər, xalçanın bədii kompozisiyası, naxışlar. Sonra deyir ki, bu mətnin strukturunu danışan ilmələr mətni ilə müqayisə edin. Gəlin, eləyək. Demək ki, C bəndində biz yazırıq, daha doğrusu D bəndi tapşırığıdır bu. Dünyanın ən qədim xovlu xalçası hesab olunan pazırıq xalçasının eni 183, uzunluğu isə 200 cm-dir. 360 min ilmədən ibarətdir ki, bu da hər bir santimetr, hər bir kvadrat santimetrə 36 ilmə deməkdir. Qırmızı rəngin üstünlüyü təşkil etdiyi bu xalçada tünd mavi və sarı rənglərdən də istifadə olunmuşdur. Pazırıq xalçasının kompozisiyası olduqca zəngindir. Xalçanın mərkəzi hissəsi həndəsi naxışlarla tərtib olunub. Mərkəzi sahəni əhatə edən bir neçə haşiyə zolağı var. Haşiyələrdə atlı döyüşçülər, marallar və bitki motivləri təsvir edilib. Bu kompozisiya qədim insanların təbiətə, gücə və hərbi həyata bağlılığını əks etdirir və xalçaya yüksək bədii dəyər qazandırır. Bu, ümumilikdə pazırıq xalçası haqqında məlumatdır. Daha sonra onu danışan ilmələrlə müqayisə edirik və yazırıq. Danışan ilmələr mətni argumentativ, pazırıq mətni isə təsviri mətindir. Birində təsvirlərə yer verilir, digərində isə faktlar, argumentlər və onların təsdiqinə daha çox fikir verilir, diqqət verilir. Davam edirik növbəti suallarımızdan 4A tapşırığından etibarən sayılardan sonra isimlərin təkdə və ya cəmdə olması məsələsinə baxırıq. 4A tapşırığı. Cümlələrdə işlənmiş sayıların məna növlərini müəyyən edin. Hansı sayılardan sonra gələn isimlər təkdə, hansılardan sonra cəmdə işlənir? Bu abidələr hər eramızdan əvvəl 6-cı əsrdə mövcud olmuşdur. Baxın, burada 6-cı sıra sayıdır. 6-cı sıra sayından sonra gələn əsr sözü təkdə işlənir. Bir çox alimlər Orxon Yenisey abidələrini oxumağa cəhd edirlər. Deməli, bir çox qeyri-müəyyən miqdar saydı, özündən sonra gələn alimlər cəmdə işlənib. Düşmənlər Oğuzları 4 tərəfdən mühasirəyə almışdılar. 4 burada müəyyən miqdar saydı və özündən sonra gələn tərəf ismi təkdə işlənmişdir. Yer səthinin 3/2 hissəsi su ilə örtülüb. 3/2 bu kəsir saydı və özündən sonra gələn hissə sözü təkdə işlənmişdir. Yəni, təkdə işlənməyi tələb eləyir. Yadda saxla rubrikasına baxaq, görək burada nə yazır. Müəyyən miqdar sayılarından sonra işlənən isimlər təkdə olur. Məsələn, 5 şagird, 10 dəftər. Bir sıra bir çox qeyri-müəyyən miqdar sayılarından sonra gələn isimlər cəmdə işlənir. Bir sıra məsələlər, bir çox ölkələr. Doğrudur. Çox, çoxlu, yüzlərlə, minlərcə sayılarından sonra gələn isimlər həm təkdə, həm cəmdə ola bilər. Burada yüzlərlə deyil tam olaraq. O şəkilçinin adı larla və larca şəkilçisidir. Yəni, tutaq ki, mən buna yüzlərlə deyə bilərəm və ya yüzlərcə deyə bilərəm, minlərcə, onlarla deyə bilərəm, tutaq ki, onlarca deyə bilərəm. Yəni, larla və larca şəkilçisi ilə düzələn bütün sayılar həm təkdə, həm cəmdə işlənə bilər. Qarşıda çoxlu işlərimiz var. Bugün çox adamla görüşdüm. Bəli, çoxludan sonra gələn işləri cəmdə veriblər, çoxdan sonra təkdə veriblər. Yəni, hər ikisi olar. Digər qeyri-müəyyən miqdar sayılarından sonra gələn isimlər təkdə olur. 5-6 uşaq, az tapşırıq, bir neçə jurnalist, xeyli iş, bir qədər şəkər ki, bunlar da doğrudur.
Sıra sayları ilə işlənən isimlər kontekstdən asılı olaraq həm təkdə, həm də cəmdə ola bilər. 20-ci əsr, 6-cı siniflər, 90-cı illər doğrudur. Deməli, B bəndi tapşırığına baxırıq. Deyir ki, uyğunluğu müəyyən edin. Bir çox sayından sonra gələn isimlər cəmdə olmalıdır. Ona görə bir çox şəhərlər. 3-4 qeyri-müəyyən miqdar sayından sonra gələn isimlər təkdə olmalıdır. 3-4 ev. Az qeyri-müəyyən miqdar sayından sonra gələn isim yalnız təkdə ola bilər. Az adam. 100 müəyyən miqdar sayından sonra gələn isim təkdə olmalıdır. 100 insan. C bəndi tapşırığına baxırıq. Hansı cümlədə sayla işlənən isim cəmdə də ola bilər? Adətən 6-cı gün piano dərslərinə gedirəm. 6-cı günlər demək olmaz burada. Çünki bu cümləyə hər hansı bir cəmlik məzmunu vermir. Yəni 6-cı gün olanda gedirəm mənasındadır. A bəndi olmaz. Artıq 3-cü sırada boş yer yoxdur. 3-cü sıralar deyə bilərəm. 3-cü sıralarda boş yer yoxdur. 3-cü sıra sayından sonra gələn isim eyni zamanda həm təkdə, həm cəmdə ola bilər. B bəndi uyğun gəlir. 1991-ci illərin qışı demək olmaz. Çünki 91 bir dənədir. Oyunun ikinci hissələrində komandamız hissələr demək olmaz. Çünki bir oyunda bir dənə ikinci hissə ola bilər. Ona görə uyğun gəlmir bu da. Doğru cavabımız burada oldu. B variantı. C tapşırığına baxırıq. Cümlələrdəki qrammatik səhvləri müəyyən edin. O 19-cu əsrin 60-cı ilinin ən məşhur müğənnilərindən. Baxın, 19-cu əsrin 60-cı ilindən söhbət gedirsə, o zaman 1860 demək lazımdır. Yəni 60-cı deyirsə, illər olmalıdır mütləq burada. İlinin yox. Burada yəni ili əvəzinə illər yazılmalıdır. Bir sıra məsələ hələ də həllini tapmayıb. Bir sıradan sonra gələn isim mütləq cəmdə işlənməlidir. Burada məsələlər olmalıydı. İki tərs keçilər körpünün üstündə bir-birinə rast gəldilər. 2 müəyyən miqdar saydı və müəyyən miqdar sayından sonra gələn isim mütləq ki təkdə olmalıdır. 2 keçi yazılmalıdır. Keçilər ola bilməz. Getdim gördüm bir dərədə 2, kar, kor, kürkü yırtıq kirpilər yatıb. Baxın, yenə 2 müəyyən miqdar saydı. Özündən sonra gəlib kirpilər. 2 kirpilər yox, 2 kirpi yatıb demək olar. Burada larlər səhv işlənib. Az adamlar tapılar ki, hansı ki klassik ədəbiyyat sevməsin. Deməli, az sözündən sonra gələn adam mütləq təkdə olmalıdır. Azdan sonra gələn, yəni qeyri-müəyyən miqdar sayından sonra gələn bu lar cəmdə ola bilməz. Az adam olmalıydı. Deməli, bu sonuncu sualımız idi. Dinləmə mətninə aid olan hissədə kanala abunə olub videoları bəyənib paylaşa bilərsiniz. Bundan sonraki videoda deməli iş dəftərinin də tapşırıqların izahlarını paylaşacağam. Sağ olun, növbəti dərslərdə, növbəti izahlarda görüşərik.